Belə ki, ABŞ-nin Beynəlxalq Dini Azadlıq Komissiyası ölkəmizdə dini vəziyyətlə bağlı qərəzli hesabat hazırlayıb. Təbii ki, bu hesabat bir daha onu göstərir ki, məhz Azərbaycanın tolerantlıq mühitinə kölgə salmaq məqsədi daşıyır. Hazırda biz studiyada mövzusunu bu istiqamətdə davam etdiririk. Qonağım Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlüdür. Mübariz mənim, hər vaxtınız xeyir olsun. Salamlayıram, hər vaxtınız xeyir olsun. Təşəkkür edirəm. Çox sağ olun. Hazırki situasiyada niyə görə məhz ABŞ-nin Beynəlxalq Dini Azadlıq Komissiyası Azərbaycanda tolerantlıq bir mühiti olduğu halda belə qərəzli bəyanat hazırlayıb? Yəni bunlar nədən qaynaqlanıb? Çox təəssüf edirəm əvvəla. Mən Amerika Birləşmiş Ştatlarının onun aidiyyəti qurumları mı deyək, şəxsləri mi deyək, belə bir məlumatlarla, hesabatlarla çıxış edirlər. Əvvəla onu qeyd eləmək istəyərdim ki, yəni Amerika Birləşmiş Ştatları dünyaya qarşı, digər ölkələrə, xalqlara qarşı münasibətdə bir jandarm, polis rolunu oynamaqdan əl çəkməlidir. Yəni heç kimsə Amerika hökumətinə mi, dövlətinə mi, həmin bu cür hesabatlar hazırlayan şəxslərə ixtiyar verməyib ki, o hansısa ölkələrdə Azərbaycan daxil, oradakı tolerantlıq mühiti ilə bağlı belə bir hesabatlarla çıxış eləsinlər. Ən yaxşısı olar ki, Amerika öz daxilindəki bu məsələlərlə bağlı məqamlara diqqət yetirsə, daha düzgün olar hesab eləmək. O ki, qaldı Azərbaycanla bağlı məsələdə mən də, siz də Azərbaycan vətəndaşıyıq. Biz hər gün səhər tezdən axşama qədər Bakıda, Azərbaycan müxtəlif ərazilərində, o zaman Azərbaycan vətəndaşları da oluruq, gəzirik, görüşürük, müxtəlif tədbirlərdə, məsələlərdə iştirak edirik. Yəni, hər bir şey qaydasında, sakitliklə, istər müxtəlif dinlərə mənsub olan şəxslərin bir-birinə münasibəti, müxtəlif, hətta həmin dinlərdəki müxtəlif məzhəblərə məxsus olan şəxslərin belə bir-birinə münasibəti, istərsə də müxtəlif etnik qrupların, xalqların nümayəndələrinin bir-birinə münasibəti, mən hesab edirəm ki, nümunəvi şəkildədir. Hətta ola bilər bu fikrimi kimlərsə qəbul etməsin, Amerikanın özünə belə nümunə ola biləcək şəkildədir. Əslində, siz tam doğru deyirsiniz. Biz dəfələrlə məhz Avropanın, Qərbin mərkəzində müsəlman dininə qarşı qeyri-etik hadisələrin şahidi olmuşuq. Dəfələrlə görmüşük ki, Fransanın mərkəzində, bilmirəm hansısa bir ölkənin mərkəzində Quran yandırılıb. Burada, əslində burada pozulur o dini məsələlərə, başqa dinlərə münasibət. Bu cür məsələlərin üzərindən niyə keçilir? Tutaq ki, niyə görə hansısa bir xristiyan ölkəsində müsəlman dininə qarşı bu cür aqressiv münasibət sərgilənir? Əslində bu araşdırılmalıdır və bunların kökündə nə dayanır? Dözümsüzlük dayanır. Yəni, mən hesab edirəm ki, bilirsiniz, dünyamız o qədər genişdir ki, bu hər kəsə çata biləcək şəkildədir. Müsəlmana da, xristiyana da, yəhudisinə də, digərlərinə də. Mən təəssüf edirəm ki, Avropada əsasən ultrasağ qrupa daxil olan, siyasi qruplara daxil olan şəxslər və yaxud rəhbər şəxslər və yaxud onların ardıcıları belə bir məsələlərlə çıxış edirlər. Quranın yandırılması ilə çıxış edirlər. Hə, ola bilər ki, sən İslam dini ilə bağlı, onun hansısa qaydaları ilə bağlı razı deyilsən, qəbul etmirsən, bu sənin öz seçimində, özün bilərsən. Amma 1 milyarddan çox insanın etiqad elədiyi, inandığı müqəddəs kitabı yandırmaq və yaxud da ki, ona qarşı hansı hərəkətlər və yaxud da ki, İslam müqəddəslərinə qarşı hansı hərəkətlərin olunması, mən hesab edirəm ki, bu dinlər arası, bu həmin o dinlərə mənsub olan şəxslər arasında o gərginliyi artıran məqamdır. Yəni, buna belə bir mən ehtiyac görmürəm və çox təəssüf ki, bu hərəkətlər özünü demokratiyanın beşiyi, insan hüquqlarının qorunmasında ali səviyyədə elan edən ölkələrdə baş verir bu məsələlər. Çox təəssüf edirəm mən bu məsələlərə. Və bir daha qeyd eləmək istərdim ki, Amerikanın belə bir hesabat hazırlaması, Avropadakı o ultrasağ radikal qrupların bu şəkildə davranışları, bunlar qəbul edilməzdir və heç kimsə onlara bu ixtiyarı verməyib ki, onlar qarşı tərəfin
digər dini nümayəndələrinə qarşı belə bir radikal, kəskin münasibətlər göstərsinlər. Eyni şey elə müsəlmanlara da aiddir. Hər gəh biz, mən müşahidə etmirəm açıqcasını deyim ki, xristianlara qarşı hər hansı bir xüsusi radikal daha hərəkətlər. Daha çox müsəlmanlara qarşı biz görürük. Daha çox Quranın yandırılması, istiqamətində və yaxud da təkbir olunması, hər hansısa bir formada karikaturaların çəkilməsini biz şahid oluq. Təəssüflər olsun ki, müasir dünyada da bu cür dırnaqarası ənənələri onlar davam etdirirlər. Xüsusən Azərbaycanda biz belə bir şeyləri müşahidə etmirik və mən bir daha həmin o ölkələrin, qərb ölkələrinin nümayəndələrini dəvət edirik. Onsuz da Azərbaycanda hər il böyük beynəlxalq konferanslar keçirilir. Dünyanın aktual problemlərinin müzakirə olunduğu bir məkana çevrilib, Bakı, Azərbaycan və hər dəfə də gələndə onlar bu məsələləri görərək, müşahidə eləyərək, heyrət edirlər. Azərbaycanda nəinki tolerantlıq mühiti qorunub saxlanılır, hətta Azərbaycan prezidenti hər il belə deyək də istər müsəlman dini icmalarına, istər xristian, yəhudi dini icmalarına dövlət tərəfindən vəsait ayrılır, dəstək göstərilir, onların fəaliyyətinə dəstək göstərilir. Bu Azərbaycan dövlətinin münasibətinin göstəricisidir. Yəni tolerantlıq, multikulturalizm əslində bu dəyərlər uzun müddətdir ki, Azərbaycanda qorunur və çox yüksək səviyyədə həm dövlət formasında, həm də xalqımız tərəfindən heç bir dinə qarşı bizdə qeyri-etik ifadələrə, hərəkətlərə yol verilməyib. Yəni bugünə kimi biz belə bir negativ halları xatırlamırıq. Ümumiyyətlə, Mübariz müəllim, ABŞ-nin Beynəlxalq Dini Azadlıq Komissiyası. Əslində bu komissiyanın məqsədi nədir? Bu komissiya yarandığı gündən hansı işlərlə məşğul olur və onların hazırladığı hesabatlar nə qədər ədalətlidir və nə qədər qərəzdən uzaqdır? Biz bunu necə ümumi qruplaşdırıb deyə bilərik? Ümumiyyətlə, görünən budur ki, komissiyanın bu şəkildə təqdimat etməsi, hesabat hazırlayıb, bəyanatla, hesabatla, məlumatla çıxış eləməsi, bu artıq siyasi motiv daşımağa başlayır. Yəni, bu dini motivdən çıxır. Hələ onu bayaqki fikrimi qayıtmaq istəyirəm ki, Amerikaya onun bu komissiyasına, komissiyanın nümayəndələrinə heç kimsə o ixtiyarı, səlahiyyəti verməyib ki, başqa ölkələrin məsələlərini müzakirə edib, o işlərə müdaxilə etməyə cəhd göstərsinlər. Deyək ki, indi hər hansı bir məlumat xarakterlə çıxış etmək istəyirlərsə, o zaman obyektiv olmaq lazımdır. Ki, biz bunu da müşahidə etmirik. Azərbaycandakı tolerantlıq mühitinin olmamasını iddia etməkdən ötürü, yəni sən nə qədər qərəzli olmalısan ki, biz artıq bu məlumatın nə qədər qərəzdən ibarət olduğunu müşahidə edə bilirik. Bu günləri belə deyək də, biz Amerika, İsrail və İran arasında baş verən hadisələri müşahidə elədik, müharibəni müşahidə elədik və hər birimiz çox üzülürük bu məsələlərdən. Bu atılan bombalardan həlak olan insanlar kimlərdir? Onlar elə müsəlmanlardır da, bu İranda və yaxud da ki, yaxın şərq ölkələrində. Bu məsələlər niyə deyək ki, Amerika dövləti, onun aidiyyəti şəxsləri, qurumları bu məqamları niyə gündəmə gətirmirlər? Sakit, belə deyək də, tolerant, kiçik bir ölkədə, coğrafi baxımdan, Azərbaycan kimi ölkədə bu məsələləri iddia edirlər. Həm də mən sizə qeyd edeyim ki, bu axın bizim münasibətlərin ruhuna da ziddiyyət təşkil edir. Biz son təxminən bir ildə Azərbaycanla Amerika arasında münasibətlər siyasi müstəvidə, dövlət başçılarının arasında olan münasibətlər, dövlətlər arasında olan münasibətlər ən yüksək səviyyədədir. Biz Amerikanın Sülh Şurası, Amerika Prezidenti Sülh Şurası təklifini dəstəkləyən ölkələrdən ən birincilərindənik. Bu Qəzzada sülhün əldə olunmasında cəhd göstərən ölkələrdənik və digər məsələlərdə bura qeyd eləmək olar. Və bu hesabatı hazırlamaq, mən hesab edirəm ki, konkret siyasi mahiyyət daşıyır. Bu siyasi təzyiq aləti kimi istifadə olunur. Biz belə şeyləri çox görmüşük də. Bu hər hansı bir bəyanatlar səsləndiriblər, siyasi şəxslərlə bağlı məsələni siyasiləşdirməyə çalışırlar. İnsanın hər hansı bir konkret, belə deyək də, qanunun pozulması ilə bağlı hərəkətlər olub. Buna görə cəza müəyyən olunub və biz bəyanat səsləndirirlər ki, burada siyasi fəaliyyətlə bağlı məsələ oldu. Bunlar hamısı açıq-aşkar qərəzli məsələ olub. İndi də dini məqamlarla bağlı. Mən hesab edirəm ki, bu nəinki qəbul edilməzdir, hətta çox təhlükəli bir məsələdir. Yəni, baxın,
Azərbaycan necə həssas bir bölgədə yerləşir. Cənubi Qafqazda. Və biz Amerikada daxil BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü, ATƏT Minsk qrupunun 3 üzvü, artıq tarix olmuş ATƏT Minsk qrupunun. Qarabağda həll edə bilmədiyi məsələni biz həll etdik. Doğru. Biz Azərbaycanla Ermənistan arasında sülhü təmin etməkdəyik. Cənubi Qafqaz qaynar bir bölgədir. Və bu məsələlər Cənubi Qafqazda bir sabitlik yaradır. Bu, dünya üçün də bir sabitlik göstəricisidir. Və nəzərə alaq ki, Azərbaycan dünyada yeganə ölkədir ki, Rusiya ilə İranı quru sərhəddində birləşdirir. Şimalda necə bir dövlət yerləşir, biz müşahidə edirik, Rusiya-Ukrayna arasında müharibə. Cənubda, qonşumuzda baş verən hadisələri müşahidə edirik. Belə bir situasiyada sülh adası olan, tolerantlıq adası olan, sabitlik adası olan Azərbaycana qarşı bu cürünə qərəzli hesabat mən hesab edirəm ki, qəbul edilən deyil. Bu komissiya öz fəaliyyətinə hesab edirəm ki, yenidən baxmalıdır, bu məsələlərə son qoyulmalıdır. Hə, deyək ki, onlar son qoymaya da bilərlər. Zaten Amerikanın həmin o komissiyası, Fransada hansısa bir qurumun nümayəndəsi çıxırdı, bəyanat verirdi, o artıq tarix olmuş Qarabağ məsələsi ilə bağlı. O sənədlər hesab edirəm ki, bizim üçün kağız parçasıdır. Və bir məsələ də var, mübarizəm. Təbii ki, Azərbaycanda dini konvensiyalar da var, dini icmalar da var və necə düşünürsünüz? Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında siyasi, iqtisadi dialoqlar davam edir, məsləhətləşmələr var, bir sıra əməkdaşlıq sahələri mövcuddur. Məhz bəlkə dini dialoqun, məhz bu dini konvensiyalar arasında bir dialoqun formalaşmasına, keçirilməsinə bir ehtiyac var. Bəlkə bu da hazırki situasiyada, hazırki dönəmdə olduqca vacibdir. Bunun üçün hansı addımlar atılmalıdır? Ortaq görüşlərin keçirilməsi, bir araya gəlinməsi. Çünki düşünürəm ki, bu həm də bu cür gələcəkdə belə negativ halların və qərəzli bəyanatların da qarşısını alar. Maraqlı fikirdir. Əlbəttə, niyə də olmasın? Yəni, mən bayaq qeyd elədim, Bakı artıq neçə illərdir ki, dünyanın qlobal problemlərinin müzakirə olunduğu bir platformaya çevrilibdir. Qlobal Bakı forumu, humanitar forum və digər istiqamətlərdə media forumu keçirilir, Şuşada hətta keçirildi və s. və digər. Hətta mən sizə deyim ki, siyasi dialoqlarında məkanıdır Bakı. Mən xatırlayıram, NATO rəhbərliyi ilə Rusiyanın hərbi rəhbərliyi arasında Bakıda görüş keçirilmişdi. Bakı, Rusiya ilə Ukrayna arasında münasibətlərin qaydaya qoyulması üçün cəhdlər göstərən bir rəsmi Bakı belə bir təşəbbüslər olmuşdu. Biz Türkiyə ilə İsrail arasında gərginlik olarkən belə deyək ki, mövqeyimizi qoyduq ortaya. Bu mənada mən düşünürəm ki, əlbəttə həmin o forumda iştirak edə bilərlər. Əgər qərəzli deyillərsə... Bakı platforması dini icmaların da görüş baxımından xüsusi əhəmiyyət daşıya bilər. Çox mühüm əhəmiyyət daşıyır, bəli. Yəni, buyurub gəlib iştirak edə bilərlər və yaxud da ki, indi bunun Azərbaycanda aidiyyəti dövlət qurumları və dini icmalar var. Onlar özdə, belə deyək də, çox çalışmalar həyata keçirdirlər. Onlar da təşəbbüs edə bilər və qarşılıqlı olaraq bir araya gəlmək olar. Əgər sənin həqiqətən də niyyətin real vəziyyəti təsvir eləməkdirsə ki, biz bu hesabatdan görürük ki, o deyil, başqa bir siyasi qərəz nümunəsi var. O zaman sən ilkin olaraq müraciət eləməliydin, gəlməliydin, baxmalıydın, gəzməliydin, görməliydin. Ondan sonra bunu hesabata əks elətdirməliydin. Belə deyib, baxın, biz bu Qarabağlı işğaldan azad edərkən biz həm də dini, mədəni abidələrimizi işğaldan azad eləmiş olduq. Bu zəfər mədəniyyətimizin də zəfəri oldu. Bu zəfər dinimizin də zəfəri oldu. Bizim oradakı İslam abidələrini, ümumiyyətlə dini abidələri, elə xristiyan abidələrindən də bağlı olsun məsələlərdə erməniləşdirmək anlamında nəzərdə tuturam. Hansı vandallıqlar törədilmişdi? Məscidləri yerlə yeksan eləmişdi. Haradadır bəs bu komissiyalar? Haradadır bu? Bəli, haradadır bu UNESCO? Biz nə qədər müraciət elədik, gəlib orada monitorinq keçirmədilər.
Niyə? Çünki hamısı vəziyyəti yaxşı bilir. Onlara bu məsələləri real təsvir eləmək çox təəssüf edirəm ki, real təsvir, real məqamları əks etdirmək görünür ki, onlara lazım deyil. Mən çox təəssüf edirəm bu məsələlərdən. Mən ümid eləyərdim ki, yəni qarşılıqlı faydalı bir əməkdaşlıq qurula bilər. Bundan region da uda bilər, ölkələr də uda bilər, bundan dünya da qazana bilər. Bilirsiniz, artıq dünya, insanlar bu Amerikadakı bu cürünə məsuliyyətsiz insanların, BMT-dəki mi deyim, Avropadakı mi deyim, məsuliyyətsiz insanların qərarlarından, radikal davranışlardan, Rusiyası olsun, İranı olsun, İsraili olsun, insanlar beziblər artıq bu məsələlərdən. Bəşəriyyət yorulub bu məsələlərdən. Yəni, insanlar rahat nəfəs almaq istəyir, dinc yaşamaq istəyirlər, qeyri-adi bir şey istəmirlər. Deyək ki, siz onu Azərbaycanda təmin etmədiniz, dəstək göstərmədiniz. Hə, qətnamə qərar qəbul elədiniz, amma onun icrasına dəstək göstərmədiniz. Bunu biz özümüz etdik. İndi nə gözəl sabitlik var. Zəngəzur dəhlizinin açılması və dünya iqtisadiyyatına, logistika, ticarətə töhfə verilməsi məsələləri var. Azərbaycan və Ermənistan arasında münasibətlər normallaşma mərhələsindədir. Bəlkə də belə deyək də bu il sülh sazişi imzalana bilər. Bəlkə də gələn il imza və bu çox böyük fayda verəcək. Bunlar hesab edirəm ki, region üçün və dünya üçün çox faydalı məsələlərdir. Gəlin bunlara töhfə verək bu məsələlər. Amma qarşılığında biz nə görürük? Bir daha qeyd eləmək istəyirəm. Sakit və sabit Azərbaycanı qarışdırmaq niyyəti. Gəlsinlər müsəlman dini icmalarının vəziyyətinə baxsınlar. Gəlsinlər xristiyan dini icmalarının vəziyyətinə baxsınlar. Biz sizlə müşahidə edirik, yəni Bakının mərkəzində xristiyan kilsəsi, hətta müxtəlif məsəl, katoliklərin ayrı, pravoslavların ayrı. Hətta bizə 30 il və təxminən bir 100 ilə yaxın, bəlkə də biraz artıq müddətdə bizim xalqımıza zülm eləmiş, soyqırımlar yaşatmış erməni xalqının kilsəsini belə biz dağıtmamış, şəhərin mərkəzində saxlamışıq. Yəni qalıbdır. Baxmayaraq ki, onlar bizə hansı addım? Bu bir daha bizim tarixi, dini, mədəni abidələrə və tolerantlığımızın göstəricisidir. Tolerantlığımızın bundan gözəl nə nümunələr ola bilər? Yəni bunu gəlib görmək lazımdır. Hə, təsvir etmək istəmirsən, öz işindir. Amma gəlib ən azı görməyin lazımdır. Ona görə mən bir daha qeyd eləmək istərdim ki, mən qətiyyətlə rədd edirəm onların bu cürünə belə deyək, qərəzli, siyasi mahiyyət daşıyan, din azadlığı komissiyası adı altında pərdələnən, amma əslində siyasi mahiyyət daşıyan bu cür hesabatlarını qətiyyətlə rədd edirəm. Biz bayaqlar qeyd elədim, təsadüfən qeyd eləmədim. Heydər məscidində biz İslam dininin fərqli məzhəblərinin nümayəndələrinin ortaq namaz qılmasının, yəni dini ayinləri yerinə yetirməsinin belə həyata keçirildiyi bir ölkəyik. Yəni, sözün həqiqi mənasında ideal şəkildə burada tolerantlıq mövcuddur. Etnik qruplar arasında, xalqlar arasında qarşılıqlı olaraq münasibətlərin tənzimlənməsi ən yüksək səviyyədədir. Hə, zaman-zaman bunu bu cürünə komissiyaların, Ermənistanın müxtəlif dövlət qurumlarının, Rusiyanın bəzi qurumlarının, Avropadakı təşkilatların müəyyən o davranışları olubmu qarışdırmaqçı? Olub. Biz bunun qarşısını almışıq. Həm də bunun qarşısını alan elə xalqın öz 100 illərdən, 1000 illərdən süzülüb gələn o tolerantlığı olubdur ki, bu məsələləri onlar icra edə bilməyiblər. Mübariz müəllim, son olaraq soruşmaq istəyirəm. Təbii ki, Azərbaycan multikultural və tolerantlıq nümunəsidir və məhz multikultural və tolerantlıq mühitinin tanıdılması üçün biz hansı addımlar atmalıyıq? Biz onsuz da belə deyək də bu istiqamətdə istər Azərbaycan dövləti, onun aidiyyəti qurumları, qeyri-hökumət təşkilatları, mediamız, yer gəlmişkən Real TV-nin də bu istiqamətdə çox nümunəvi verilişləri, təqdimatları var. Yəni bütün bunlar hamısı fəaliyyətlərdir, çalışmalardır. Biz bunları həyata keçirdirik, dünyaya da təqdim edirik. Və Azərbaycan tolerantlığı, Azərbaycan multikulturalizmini biz dünyaya təqdim edirik. Hə, görmək istəmirlər, o başqa məsələdir. Yəni onlar gözlərini yumublar. Bəli, əlbəttə, bu başqa məsələdir. Amma biz bunun üçün əlimizdən gələni edirik və hətta o qərəzli şəxsləri də ölkəmizə dəvət edirik. Buyursunlar, gəlsinlər,
gəzsinlər, şəhəri rahat bir şəkildə müşahidə eləsinlər. Yəni bütün bunlar hamısı ortadadır. Mən hesab edirəm ki, biz bu çalışmalarımızı yenə də davam etməliyik, amma belə məsələlərə də bu məsələlər bizi yolumuzdan döndərməməlidir, döndərə də bilməz, həvəsdən salmamalıdır. Belə qərəzli məsələlər bizim üçün bayaq da qeyd elədiyim kimi kağız parçasından başqa bir şey deyil. Amma istənilən halda bu cür məqamlarda siyasiləşdirmək çox təhlükəlidir, bəli, çox təhlükəlidir. Bayaq da qeyd elədiyim, bu cür sabit, sakit, yəni faktiki olaraq bizim bütün ətrafımızda çox gərgin proseslər gedir. Və biz bu gərgin məsələlərin içərisində sabitlik adasını, Azərbaycan adlı sabitlik adasını qoruyub saxlayırıq. Bu onları qıcıqlandırırmı? Görünən budur ki, qıcıqlandırır. İndi onlar qıcıqlanır deyə biz burada sabitliyimizi pozmalıyıq mı? Xeyr. Yəni qıcıqlanmaqda davam eləsinlər, üzürlü saysınlar, biz yenə də bu şəkildə davam edəcəyik və mən düşünürəm ki, biz hər bir Azərbaycan vətəndaşı bu tolerantlığı da, bu gözəl cəmiyyətimizi də, dövlətimizi də qoruyub saxlayacaq və saxlamalıdır. Və bu da onların o hesabatına ən, belə deyək də, dolğun təbii cavab olacaq. Təşəkkür edirəm sizə Mübariz müəllim. Çox sağ olun. Bir daha xatırladım ki, qonağı Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü idi. Biz Mübariz müəllimlə ABŞ-nin Beynəlxalq Dini Azadlıq Komissiyası tərəfindən ölkəmizdə dini dəyərlərlə bağlı hazırladıqları qərəzli hesabatı müzakirə etdik.